Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xasməmmədov 28 ünvanında yaşayan Gülarə Şirəliyeva 32 gün azza bildirib ki, 1990-cı ildən yaşadığı 5 mərtəbəli binanın son mərtəbəsindəki mənzili hər yağış və qar zamanı su ilə dolur. Sakinin sözlərinə görə illərdir davam edən bu problem mənzili istifadəyə yararsız vəziyyətə salıb və evdə hər an elektrik qısa qapanması, yanğın və konstruksiya çökməsi təhlükəsi mövcuddur. Gülarə Şirəliyeva deyir ki, məsələni dəfələrlə Sabunçu rayon icra hakimiyyətinə, eləcə də icra başçısı Adil Vəliyevə çatdırsa da heç bir tədbir görülməyib. Bir neçə il əvvəl problem mətbuata çıxmasına baxmayaraq, kooperativ bina bəhanəsi ilə yola verildim. Halbuki binanın hazırda kooperativ statusu yoxdur. Kimə müraciət etməli olduğumuzu belə demirlər. Mən tək yaşayan qadınam və hər yağış mənim üçün real həyat təhlükəsi yaradır. Sakin qeyd edir ki, evdə yaranan gölməçələr elektrik sisteminə ziyan vurur, yanğın ehtimalını artırır və 5 mərtəbəli binada bu faciəvi nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə beton panellər illərdir suya məruz qaldığı üçün hər an çökə bilər. 5 ildir davamlı şəkildə şikayət edirik, amma heç bir qurum kömək etmir.